every night in my dreams. Biz bu texnologiyaların başlanğıcındayıq. Ona görə də düşünürəm ki, bu mərhələdə onları çox sərt şəkildə mühakimə etməməliyik. Niyə görə elə deyirəm? Çünki robotlar komandaları icra etməkdə çətinlik çəkirdi səs-küyə görə. Bu səs-küydə insanlar bir-birini eşitmir, qaldı ki robotlar. Çində hər növ B2B dəstək göstərilir. Əlaqə saxlayın danışaq. Tək-tək yox, B2B. Bugün Şence'ndeyim. Maraqlı bir sərgi var burada. Bu yaxınlarda sosial şəbəkələrdə video gəlmişdi. Rusiyada robot təqdim edəndə robot yıxıldı. Həmin videoya mən də biraz güldüm, amma bu günləri həmin o pərt hissini Çinli bir şirkət də yaşadı. Biz orada gülmədik, amma gülümsədik. Üzünə gülmək də ayıb olardı orada. High-tech sərgisində qəstrül satmalıdırlar da, olmasa olmaz. Növbəti maraq yaradan məhsul belə əl idi. Yüksək texnoloji məhsuldur bu, belə baxmayın. İnsan əli kimi yumuşaqdır, insan əli kimi effekt verir. İki variantı var. İçi boş olan var və içi dolu olan var. Bu isə elektronik əldir. Görürsüz 8 kilo qədər qaldıra bilir. Əsasən zavodlarda, fabriklərdə işlətmək üçündür. Çox maraqlı bir zamanda yaşayırıq. Hər şey təzə-təzə başlayır. Hər şey doğulur elə bil ki. Bundan 100 ildən sonra nə olacaq? Çox istəyərdim görüm. Amma təəssüf ki. Sağ olun. İkinci hissədə görüşənə qədər. Bay bay.